var. Mürsel müəllim, o mahnını niyə silirlər? İndi o barədə bir kısa olmasa da biraz uzun danışın. Sonra o mahnını səsləndirək burada, görüm onu silə bilirlər yoxsa yox. Oxşarlıq var idi deyillərinə görə. Mən də tapdım, zəng vurdum. Oxşarlıq nədir? Da birə-birdir də. Yox, birə-bir deyil. Ben tamam fərqlidir. Nəqarət oxşuyur. Nəqarət oxşuyur. Bəli. Zəng vurdum, danışdıq, razılaşdıq. Kimlə danışdınız? Müğənni ilə. Müğənni özü ilə. Adı nədir müğənninin? Adını çəkməyim də buradan. Niyə reklam olar? Ondan üstündən reklam tuturlar, heç adını da çəkmək istəmirəm. Doğrudan deyirsiniz. Vallahi. Hə, bizim yerli show biznesdir. Yox, yox, türklərdir. Hə. Amma paylaşımlarını görürəm, yəni onlara düşmür olan adını çəkmək. Hə, tanınmış deyil. Xeyr, xeyr. Neyse, zəng vurdum, danışdım. rahat. Zəng vurdum, danışdım. Halallaşdıq. Dedim, bütün digitalların, musik platformaların, YouTube'un, müəllif qurların qazancı sizin. Sadəcə görüntünü alsın. Dedi, hə, səhərsi gün zəng vurdular ki, bəs üzr istəyin, mənim falan filan. Nəyə üzr istəyin? Bilmirəm da, mən də qayıtdım ki, üzr Allahdan istəyərəm ki, günahlarımı bağışlasın. Zaten mahnı açılacaq, Elcan. Mən halallıq olsun deyə bir gest elədim, böyülük elədim daha doğrusu. Olmadı, Allahdan Ki pulunu verirəm sizə. Hə. Onlar da pulu da istəyir. İstəmədilər, heç onlara pul da düşmür, özüm oxuyacağım, özüm qəşəng əla. Deyir, üzr də istə, pul da ver. Hə. İşə baxır, həm üzr istəyir, həm Elə pul. dünya yoxdur da. Birini istə də, kardeşim, sən də birini istə də. Gah para istəyirsən, gah üzr istəyirsən. Üzr istəyirsə para qalsın özünə. Para da özündədirsə pul deyim, belə olmaz. İndi həmin mahnının adı nədir? Yıxıldım. Yoruldum. Yoruldum. Yoruldumu dinləyirsən.